Hörmətli Ağdamlılar, mən bloger Orxan Şirinli, hər birinizi salamlayıram. Çox vacib bir məlumatı siz Ağdamların diqqətinə çatdırmaq istəyirəm. Belə ki, Ağdam rayon icra hakimiyyətinin, ziyalıların, ağsaqqalların, din xadimlərinin birgə qərarına əsasən Ağdam rayonu ərazisində ehsan mərasimlərinin, yəni yas mərasimlərinin yüngülləşdirilməsinə qərar verilmişdir. Belə ki, yüngülləşdirmə məqsədi ilə mərasimlərin 3 gün keçirilməsinə və isti yeməklərin verilməməsinə qərar verilmişdir və hər kəsdən də xahiş olunur ki, bu qərara hörmətlə yanaşsınlar və əməl etsinlər. Bəli, artıq Azərbaycanın bir çox bölgələrində olduğu kimi Ağdamda da bu qərar verildi. Yas mərasimləri yüngülləşdirildi. Artıq yas mərasimlərində ehsan verilməsi, necə deyərlər, bir mənalı olaraq qadağan olundu və hər kəsdən buna əməl edilməsi istənildi. Hər şey bir qaydada olacaq. Yas mərasimlərində yalnız çay, xurma, qənd və bu kimi yüngülləşdirici faktorlar nəzərə alınaraq, yəni bu cür ehsan verilməsinə qərar verilmişdir. Ona görə də yəqin ki, bu qərar Ağdamlılar tərəfindən müsbət qarşılanacaq.